cəmaatın kişisi səhər-səhər işə gedir. Mən də sabahdan axşama yemək pişirirəm. Qoy görüm, bacım zəng edir. Alo. Sağ ol ay bacı, sağ ol. Qardaşım ölsün, qardaşım ölsün. Nə pişiririk? Qara şlank. Bilmirsən qara şlank nədir? Badımcan. Nə yaxşı eləmişdin? Yeməyə görə ürəyin nə istəyir? Çolpa, az on yuxuda zata görərsən. Bizə çolpanı ön yıxması, qazağarmaq tərəf gələndə kəsilir. Siz gələndə ya kartoşka qızartması, ya da ki badımcan. Nə varım, qorxuram, da qorxuram arvadımdan, nə varım? Nə varım, alanda niyə baxmırdın? Onun qorxu səsini eşitir. Alanda niyə baxmırdın kimin qızını alırsan? Var, toyuq cücə də var, xoruz da var, hindişka da var, ət də var. Deyirəm arvad, ondan biraz pişirlək, deyir, yox, anam gələndə, başım qardaşım gələndə. O gün deyik, qardaşım gəlmişdi dağdan, dağdan onun başına daş düşdü. Gəldi, əli baş. Salama qardaş, nə tərsən, ayağında, o yekə pezi də arvadı var, yekə qarın. Yiyib, suyu da içir, o da deyirəm, eləmiyim. O qazlı su içir, onun arvadı, o qardaşım arvadı. Belə deyir, mıtlıq diş. Nə varım, qorxuram arvadda. Hə, arvad, heç də, pişirəm, yaxşı, şey dedik, zəng edirəm abla, yaxşı. Pişirəm. Səni instituta qoyan dayımın başına daş düşdü. Bir iki makbul qazanır, başıma gündə vurur. Mən nə varım, bu musiqinin başına atıb gedib Allah haqqı. Afisat zat işləyir, mən nə varım, mən niyə qoğdum?